Şahidlər, mövzumuz Səfəvi dövləti 17-ci əsrin ikinci yarısı, Şah II Abbasın islahatları, Qəsr müqaviləsindən sonraki vəziyyət, görülən tədbirlər. Bunlar haqqında inşallah danışacağız sizlə. Baxaq, Səfəvi dövləti. O 17-ci əsrin ikinci yarısında Şah II Abbasla başlayıq. II Abbasın dövründə dövlətin düşdüyü vəziyyətdən çıxartmaq üçün axı uzun sürə müharibə davam etmişdi Azərbaycanda. 3-cü Səfəvi Osmanlı müharibəsi. Onun fəsadlarını aradan qaldırmaq üçün tədbirlər gördü. Birinci, rəiyyətin və sənətkarların vergi borclarını ləğv eləmişdi. Müsbət addımlardır. Əkinçinin inkişafına diqqət eləmişdi. Sonra ədalətli divan qurmuşdu, ədalət divanı qurmuşdu. Bütün əhaliyə qayğına yanaşırdı. Ədalət divanı qurmuşdu, dedik burada. Yəni, məhkəmə ilə bağlı idi bu. Xristiyan təbəələrə müsbət münasibət görsənirdi. Aşağı yuxarı demək olar, bütün hökmdarlarımızın dövründə biz bunu görə bilirik. Müsəlman ölkələrə məxsus dövlətlərdə, hökmdarlarda biz bunu görə bilirik. Amma tam tərsi xristiyan ölkələrdə isə göstərilmirdi müsəlman əhaliyə qarşı. Bunu biz Avropadan bağlı məsələlərdə xaç yürüyüşü olsun, corabkeşlik olsun, bunları demişik sizə. Hətta gürcə əyanları mühüm vəzifələrə dəvət olunmuşdu sarayda. Onlara böyük imtiyazlar verilirdi. Həm əyanlara, həm də erməni kilsə, ümumiyyətlə xristiyan kilsəsinə. Səfəvi-Rusiya münaqişəsi 53-62-ci illərdə baş verən hadisələr. Rusiya 16-cı əsrdə Moskva və deməli, Kazan Fəşrəvi xanlıqlarını son qoydu. 52-56-cı illərdə. Bununla da Volqa-Xəzər yolu onların nəzarətə keçmişdi. Ümumi tarixdə demişdik, 4-cü İvanın hakimiyyət dövründə. Diqqətli olun, toplum da var sualı. Volqa-Xəzər su yoluna çıxması hansı hadisənin nəticəsində idi? Qazan Fəşrəvi xanlıqlarının son qoyulması nəticəsində. Və 53-62-ci illərdə Şimali Qafqazda münaqişə baş verdi. Münaqişə məsələsi nədir? Ruslar Qafqaza möhkəmlənmək istəyirlər. Buna görə də orada qalalar tikdilər. Tikməyə başladılar. Bu zaman Səfəvilər hakimiyyətdə olan 2-ci Şah Abbasın əmri ilə Şirvan bəylərbəyliyi Terek çayı boyunca olan, yəni Şimali Qafqazda olan qalaları dağıtma haqqında fərman verdi. Nəticədə həmin qalalar dağıdıldı. Ruslar buna görə Səfəvili mübarizəyə başladı. Amma bu münaqişə Rusların təşəbbüsü dayandırıldı. Çünki kifayət qədər gücə malik deyildi və Səfəvilərlə döyüşəcək iqtidara malik deyildilər. İsfahana Rus elçiləri göndərilir və nəticədə danışıqlar nəticəsində münaqişə dinc yolla həll edildi. Kimin xeyrinə? Səfəvilərin xeyrinə. Bu isə Qafqazda, Şimali Qafqaz, Səfəvilərin nüfuzunu artırmışdı. Səfəvi-Rusiya müqaviləsi, ticarət müqaviləsi 1667. Şah Süleymanın hakimiyyət dövründə. Bilirsiniz ki, Böyük İpək yolu əhəmiyyəti itirmiş coğrafiyəçilərdən sonra. Buna görə də Səfəvi dövləti Avropa dövlətləri ilə birbaşa əlaqə saxlayacaq yollar axtarırdılar. Və ölkənin müharibədən sonraki ticarətin, iqtisadın canlanması üçün əllərində imkan axtarırdılar. Bu imkanımız necə əldə düşdü? 1667-ci ildə Şah Süleymanın hakimiyyət dövründə. O, Ruslarla danışıqlar başladı və nəticədə Qızılbaş ipəyi, yəni Səfəvilərin ipəyinin Moskvaya, oradan da Avropaya göndərilməsinə imkan yaranmış oldu. Ekspansiya. Burada Rusiyanın yeritdiyi bir siyasət deyil, dövlətin təsir dairəsinin genişləndirilməsi. Ekspansiya. Ticarət müqaviləsi 67 ticarət müqaviləsinə görə Azərbaycan ipəyi Dərbəndə qədər aparılırdı şimaldan. Oradan isə Rus tacirlərinə satılıb geri qaytarılır. Geri qaytırdı Azərbaycan tacirləri. 1667-ci ildə burada Ruslara gömrükçü ticarət hüququ verildi və onlar Azərbaycan ərazisində imtiyazlar almış oldu.
Azərbaycan ticarətinin canlanmasına xüsusi əhəmiyyəti oldu bu hadisənin. Rusiya isə Azərbaycan ipəyini Volqa-Xəzər yolu vasitəsilə Avropaya aparmaq imkanı əldə etmiş oldu. Eyni zamanda Şah Süleymanın dövründə, Şah Süleyman əmri ilə deməli, Rus tacirlərinin xüsusi ehtiram, xüsusi hörmət göstərilməsi nəzərdə tutulur. Don Kazakların yürüşü 1668. Kazaklar kimlərdir? Ümumi tarixdə nə demişdik? Kənd Ruslarda feodallara qarşı, knyazlara qarşı mübarizə aparan kəndlilərdir. Onlar Don çay sahilində yerləşirdilər və ara sıra Volqa-Xəzər yolu vasitəsilə ətraflarında qarətçi yürüş edirlər, həmçinin Azərbaycan arasında. Məqsədləri qarətçilik idi. 1668-ci ildə Stepan Razin rəhbərliyyətini yürüşə başladılar. Yürüşdə onlar Xəzər sahili vilayətləri qarət elədilər. Bu, ticarətin inkişafına da mənfi təsir göstərirdi. Rusiya bu işdə maraqlı idi ki, ticarət canlanmış olsun. Bu səbəbdən də öz mənafi xətrinə Stepan Razinlə mübarizəyə başladı və nəticədə onu tutdular, edam etdilər. Yəni, bu yürüşlərin qarşısı alındı. Səfəvi dövlətində ictimai-iqtisadi həyat. Baxaq, torpaq mülkiyyət formaları şairdə biz bunu bilirik. Bildiyimiz şeyləri təkrar edəcək burada. Torpaq mülkiyyət formaları, aparıcı torpaq mülkiyyət formaları, divan və xalisə. Onlar bilirsiniz, Səfəvilərə soyurqal yoxdur. Soyurqal sadəcə 15-ci əsrdə Ağqoyunlu, Qaraqoyunlu dövlətindədir. Sonradan məhdud halda bəzi dövlətlərdə var. Bunlardan biri də bir Moğol imperiyasında demişdik. Soyurqal irsi torpaqları. Bunun əvəzində soyurqalın olması mərkəzi hakimiyyəti zəiflətmişdi. Hətta Qaraqoyunlu və Ağqoyunlularda toplumun sualı vardı. Bu dövlətlər güclü mərkəzi dövlət çevrilə bilməməsinin səbəbi soyurqal torpaq sahibliyinin mövcud olması idi. Xəzinə gəlirli azalmasına gətirib çıxarırdı. Dövlət torpaq mülkiyyət formalarına baxırıq. Divan dövlət torpaqlarıdır. Birbaşa bütün gəlir dövlətin işlərinə sərf olunur. Xas şah ailəsinə məxsusdur. Şahın razılığı ilə dövlət işlərinə sərf oluna bilər. Soyurqal Səfəvilərdə məhdud şəkildə şeyxlərə, seyidlərə, din xadimlərinə verilən torpaqlardır. Elm xadimlərə bu formada. Yəni, müəyyən seçmə şəxslərə paylanmış torpaqlardır. Tiyul hərbi xidmət qarşılığında verilirdi. Şərq torpaqda irsən keçə bilərdi. Nə zaman şahın icazəsi olarsa. Normalda isə irsi keçmirdi. Bu iqta ilə eyni xüsusiyyətə malikdir. Mülk feodalların şəxs torpaqlardır. Vəf dindara məxsus torpaqlardır. İcma isə cəmaatın ümumi istifadəsində olan torpaq mülkiyyət forması idi. Uzun Həsənin ləğv etməyə çalışdığı vergi Təhmasib ləğv elədi. 1565-ci il Təhmasib tamğa vergisini ləğv elədi. Monqollar dövründən qalma bir vergi idi. Onun ləğv edilməsi sənətkarlıq ticarətin inkişafına müsbət təsir göstərmişdi. Xronologiyada bunu çox soruşur bizdən. 35-ə qədər vergi mükəlləfiyyəti mövcud idi. Əsas vergilərimiz hansılardır? Malcəhət, bəhrə, cizyə, çobanbəyi vergilərdir. İndi bunlardan bəzilərinə baxacağıq. Əsas vergimiz malcəhət vergisidir Səfəvilərdə. Vergilər şəriklə natura şəklində. Natura yəni məhsul formasında ödənilirdi. Məhsul şəklində ödənilirdi. Sonra baxaq burada bizim deyə biləcəyimiz nələr var. Səfəvi hakimiyyəti ilk dövründə biz bunu xatırlayırsa Şah İsmayıl dövlət qurduqdan sonra bunu demişdik. Vergilər nisbətən azalmışdı əvvəlki dövrlərə nisbətən. Malcəhətin miqdarı məhsulun 1/6 hissəsi idi. Şah Abbas islahatları ilə özbaşlarının qarşısını almışdı. Bəzi şəhərlər vergi azad edilmişdi. Bunu biz dedik biraz əvvəl. Sonra biyarın nə olduğunu bilirik əvvəlki dövrlərdən. Biyarı pulsuz iş sayılırdı. Feodal qruplarına baxaq şahidlər. Azərbaycanda mövcud olur 16-17-ci əsrlər. Birinci hərbi əyanlar əsasən qızılbaşlardan ibarət idi. İkinci ali şüur ruhanilər, yəni din xadimlərinin varlı təbəqəsi idi. Onlara 17-ci əsrdə sədr başçılıq eləmişdi. Məmurlar və yerli əyanlar və yaxud da mülki əyanlar buna deyirik. Burada isə
mülki təbəqə, mülki əyanlar varlı təbəqə daxildir. Yəni bunlar nə din xadimi, nə də ki, hərbiçi deyildir. Sadəcə mülki əyanlardır. Kəndli qruplarına baxır. Rəiyyət, rəcbər, elat. Rəiyyətin hər şeyi var. Yəni bildiyiniz evi, eşi, torpağı, əmək alətləri hər şey var. Rəcbər köməkçi təsərrüfata malikdir. Onların öz torpaqları təsərrüfatı yoxdur. Sonra elatlar isə bunlar maldarlıqla məşğul olan tayfalardır. Orada xidmət etdikləri üçün daha az vergi ödəyirlər və dövlət əhəmiyyətli vergilər əksəriyyətini isə rəiyyət ödəyirdi. Burada maddi olaraq ən rahat yaşayanlar, ən rahat olanlar, ən az vergi ödəyənlər elatlar sayılırdı. Baxaq, Azərbaycan haqqında məlumatlar və onların təsərrüfatı. Evliya Çələbi müəyyən bitkilər haqqında məlumat vermişdir. Becərilməsi haqqında Ərəş indiki Yevlax ərazisində bir qəsəbə idi. 17-ci əsrdə Azərbaycanda şəhərlərin tənəzzülünü ticari inkişaf etdirməyə çalışsaq da, şəhərlərin tənəzzül səbəbləri var. Səfəvi-Osmanlı müharibəsi, onun mənfi təsirləri olmuşdur və feodal müharibələr. Eyni zamanda bunun müsbət tərəfini götürəcək. Müharibədən sonra iqtisadiyyatın inkişafına təsir edən məsələ nə idi? Müharibənin başa çatması. Bunlara diqqət edəcəksiniz testlər yazanda. Burada qəsr müqaviləsindən sonra yaranmış sabitlik ölkənin iqtisadiyyatını müəyyən canlanmaya neyləmişdir? Səbəb olmuşdur. Şəhərlərimiz haqqında şahidlə baxacağıq. Bunu deyirik ki, şəhərlərin bəzi adını çəkir. Onlar iqtisadi, siyasi, inzibati mərkəz hesab olunurdu şəhərlər Azərbaycanda. Təbriz şəhəri birisi Azərbaycan ən böyük şəhər sayılırdı. Qeysəriyyə bazarı orada yerləşir, yəni bunun haqqında bilirsiniz. Ərdəbil dini mərkəzimiz sayılırdı Səfəvilər üçün. Ərəş indi dedik Yevlaxın harası bir qəsəbəsi olaraq gedir. Sonra burada ipəyi ilə məşhur idi. Şamaxı yenə də ipəkçilik mərkəzi idi. Şirvanşəhər Bəylərbəyliyin mərkəzi olmuşdu. Beyləqan Səlcuq Canişlinin mərkəzi olmuşdu. Sonra Monqollar dövründə dağıdılmışdı. Dərbənd 15-ə qədər ən böyük, 15-ci əsrdə ən böyük liman şəhəri idi. Kətan, pambıq, zəfəran istehsalı ilə daha çox məşhur idi. Zəfəran Bakıdaydı. Bakı liman şəhərimizdir. Əsas liman şəhərimizdir Xəzər dənizində. Naxçıvan ərazisi, yəni o elə xüsusi bir şey yoxdur. Şahbazar azad olmuş deyirik. Gəncə həm Qarabağ Bəylərbəyli mərkəzi olmuşdur. Həm xristian dünyası ilə İslam aləmi arasında sərhəd zonasında yerləşən mühüm strateji mərkəz sayılırdı. Bunlara diqqət edəcəksiniz. Şəhərlər haqqında yenə də suallarımız qarşımıza çıxacaq, görəcəksiniz. Bu cümlələr də var. 17-ci əsr Səfəvilərin testi topluda bu ifadələr var. Diqqətli olacaqsınız burada. Deməli, əxlik adlanan sənətkar qrupları var idi. Onlar özlərini müəyyən təzyiqlərdən qoruyurdular. Sonralar bu tip sənətkar birlikləri əsnaf adlanırdı. Onlara Məlik Tüccar adlı bir tacir rəhbərlik edirdi. Yəni o ləqəbdən, o titul daşıyan tacirlər rəhbərlik edirdilər. Sənətkar qrupları əsnaflarda birləşəndə müəyyən qruplarda müstəqil fəaliyyət göstərəndə və feodal emalatxanasında çalışanda. Ən ağır vəziyyətdə olan bunlardır. Çünki həm dövlət, həm də feodalları vergi ödəyirdi. 16-cı əsrdə İngiltərənin Osin şirkətinin tacir və Moskva şirkətinin xüsusilə şərq ölkələrlə, xüsusən Rusiya və ətraf ərazilərlə ticarət edən şirkət idi. Adı Moskvada, amma İngiltərənin şirkəti idi. İstəyirdi ki, bu ərazi, gördüyümüz Rusiya, Qafqaz və digər ərazilərlə ticarəti öz əllərinə alsın. Amma daha sonra Rusiya buna imkan verməyəcək. Hətta onlar Səfəvi sarayına gəlmişdilər, Şah Təhmasib ilə görüşmüşdülər, müqavilə imzalamışdılar ticarətlə bağlı. Deməli, Azərbaycanda gömrüksüz ticarət etmə imkanı da almışdılar, amma daha sonra Rusiya buna razı olmadı. Belə ki,
O öz mövqeyini qoruyub saxlamağa çalışır ticarətlə bağlı. Biraz əvvəl 1667-ci il ticarət müqaviləsini demişdi sizə. Və rus tacirlərinin bu ticarətdə vasitəçiliyini istəyirdi və öz mövqeyini qoruyub saxlamağa çalışdı. Buna görə də ingilislərin bu ticarətdə möhkəmlənməyinə icazə verməmişdi, mane olmuşdu. Aha. İkinci Şah Abbas və Şah Süleyman Osmanlı dövlətini müharibə aparmamışdı. Bunu biz demişik. Süleymanla bağlı hətta biz qardaşımız arxadan zərbə vurmaraq çətin gündə belə bir ifadə etmişdik. Müqəddəs birliyi olan vaxtı xatırlayırsınız. Ümumi tarixdən demişdik. Sonra buradan bizə vacib olan Azərbaycana daha çox aparılan ipək parçalar, yun və onun məhsulları var, müəyyən belə deyim, formaları var idi. İstifadə xüsusilə qiymətləndirilirdi bu məhsullarımız. Mədəniyyətə baxırıq şagirdlər. Səfəvi dövlətində türk dili əsas dildir. Əsas vasitə olaraq vasitəçi, yəni danışıq vasitəmizdir. Beynəlxalq yazışmalarda, məktublarda bu dildən istifadə olunurdu. Avropalıların Azərbaycanda olması, müxtəlif sahələrdən bağlı məlumatlar verməsi, sonra keçirik. Məhəmməd Tahir Vahid, indi biraz sonra deyəcəyimiz şəxsin adını çəkəcəyik. Deməli, tarixçilərimizə baxar şahidlər. Tarixçilərimiz və elm adamlarımız. Burada Yusif Qarabağlı Azərbaycanın məşhur filosof və astronomiya sahəsində məşhur şəxsdir. Kəmaləddin Behzad rəssamdır. 1522-ci ildə Şah İsmayıl onu Təbriz Saray Kitabxanasına rəis təyin etmişdi. Onun ilini soruşurdu. Topluda sual var bunun. Sonra Hafiz Lələbəy bu dövrün məşhur xanəndəsi olmuşdur. Tarixçilərimiz Həsən bəy Rumlu Əhsənət Təvarix əsəri birinci Təhmasibin tarixçisidir. Tarixlərin ən yaxşısı adlanır əsərin adı. Oruc bəy Bayat Azərbaycan diplomatı olaraq fəaliyyət göstərmişdi. Buradan hansılar daha vacibsə onları qeyd eləməyə çalışıram sizə. İskəndər bəy Münşi Şah Abbasın tarixçisidir. Dünyanı bəzəyən Abbasın tarixi bu formada belə bir əsəri var idi Şah Abbasın fəaliyyətinə dair. Məhəmməd Tahir Vahid ikinci Şah Abbasın həm tarixçidir, həm də vəzirdir bu adam. Tarix-i Vahid adlanırdı və yaxud da Abbasnamə adlanırdı. Maarif elm sahəsi demək olar ki, bütün dövrlərdə eynidir. İbtidai təhsil vardı, orta təhsil vardı. Dini biliklər əsas rol oynayırdı. Dünyəvi biliklər də var idi. Sonra məktəb bitirməsi haqqında şəhadətnamə verirdilər şagirdlərə. Təhsil işinə molla, axund və onun köməkçiləri cəlb olunmuşdu. Onlar nəzarət edirdilər. Təhsil əsasən şəhər əhalisi içərisində geniş yayılmışdı. İncəsənət və memarlıqda deməli, 2-ci Şah Abbas Avropadan mətbəə avadanlığı gətirməyə cəhd eləmişdi. Amma sonra onun vəfatı və Şah Süleymanın bu işə biganə qalması, çox da yaxşı diqqət vaxt ayırmaması, zaman ayırmaması və diqqətsizlik etməsi bu işi yarımçıq qoymuşdu. Sonra Şah Süleymanın musiqini qadağan edən qanunlar verməsi, Fransız səyyah Şardenin İrəvanda olarkən orada 3 hissəli tamaşaya baxması, onu Şərqin operası adlandırması. Bunlar soruşur bizdən. Sonra xalçaçılıq və s. bunlar məşhur məsələlərdir, bilirsiniz. Xüsusi qeyd etməyə ehtiyac yoxdur. Təbrizdə Qeysəriyyə bazarı Həsən Padşah tərəfindən 15-ci əsr bunu bilirsiniz. Ordubad Qeysəriyyəsi bunun da adını çəkir. 17-ci əsr Şah Abbas dövründə inşa edilmişdi. Diqqət edəcək buna. Şah 1-ci Səfi, üzr istəyirəm, Şah Səfi
Deməli, Şah Təhmasibin dövründə Şeyx Səfi xalçası inşa olunmuşdu. İlini soruşur bundan. Xronologiyada ilini görəcəksiniz. 1539-cu ildə. Sonra hal-hazırda Londonda saxlanılır Victoria Albert Muzeyində. Aha. Memarlıq abidələrinə baxacağıq şagirdlər. 16-cı əsr memarlıq abidələri. Deməli, Ərdəbildə Şeyx Səfi məqbərəsi, Qusarda Şeyx Cüneyd məqbərəsi 1544. Meşkin şəhər. Burada Şeyx Heydər məqbərəsi var. 16-cı əsr Bakının şərq darvazaları. Şahidlər, bunları bəzən çaşdırırlar şahidlərimiz. 15-ci əsr, sonra 16-cı əsr memarlıq abidələrine diqqətli olun. Əlincə çay üzərində körpü Naxçıvanda. Əlincə çay üzərində körpü. Əlincə qalasının özü isə 9-cu əsrə aid idi. 17-ci əsr memarlıq abidələrimiz Suraxanada Atəşşah məbədi, Gəncədə Şah Abbas məscidi vardı. Nardaranda məscid, Təbrizdə Şibli Karvansarası, Şamaxıda Kəraxana məqbərəsi 1663-cü ildə. İçəri şəhərdə Karvansara Atəşşah məbədi, sonra Ordubad Qeysəriyyəsi biraz əvvəl demişdik, Şah Abbas tərəfindən inşa edilmişdir. Sarı Aşıq məqbərəsi vardı. Sonra baxaq, bunu dedik, Sarı Aşıq məqbərəsini dedik. Ordubad Qeysəri bazarında dedik sizə.